Suraxanıda səyyar görüşlər davam edir. İyulun 15-də Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü Yeni Suraxanı qəsəbəsi 85 nömrəli tam orta ümumi təhsil məktəbində keçirilib. Səyyar görüşdə rayon icra hakimiyyətinin başçısının müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rahatlığının və sosial vəziyyətinin yaxşılaşdırılmasının dayandığını qeyd edən rayon icra hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, sakinlərin qaldırdıqları problemlərin, onları narahat edən sosial məsələlərin həlli daim nəzarətdə saxlanılır. Rayon icra hakimiyyətinin başçısı sakinləri narahat edən problemləri dinləyərək məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib. Qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.